Salam əziz müəllimlər və abituriyentlər. Azərbaycan tarixi dərsləri üstündən davam edirik. Deməli, 2-ci Rus-Qacar müharibəsindən danışırıq. Birinci Rus-Qacar müharibəsindən sonra İngiltərə Qacarları dəstəyini artıracaqdır. Deyək ki, İngiltərə daim əvvəldən də Qacarları dəstəkləyirdi və 2-ci Rus-Qacar müharibəsindən sonra 1813-cü ildə Gürcüstan müharibəsindən sonra orada bir separat akt əlavə olunmuşdu. Həmin separat aktda qeyd olunurdu ki, gələcəkdə sərhədlər məsələsinə yenidən baxıla bilər. Və burada deyək ki, 1814-cü ildə İngiltərə və Qacarlar arasında Tehran müqaviləsi bağlandı. Əgər biz 1801-ci ilə baxsaq ki, görək ki, 1801-ci ildə İngiltərə yenidən 1801-ci ildə bundan öncə Qacarlarla müqavilə bağlamışdı. Qacarları dəstək olmaq üçün Rusiyanın müharibəyə təhrik edirdi Qacarları və bunu müqaviləni də rəsmiləşdirirdilər. Deyək ki, İngiltərə Qacarlara hərbi maliyyə yardım edirdi, silah verirdi, hərbi gəmilər verirdi. Qacarları Rusiyaya qarşı müharibəyə hazırlayırdı deyə bilərik. Və eyni zamanda Qacarlar da bunun müqabilində Hindistanın təhlükəsinə nail olacaqdır. Yəni, Hindistanın təhlükəsini təmin edəcəkdir Qacarlar. Daha sonra deyək ki, bu dövrdə Aleksey Yermolov Qacar sarayına gəldi 1817-ci ildə. Və burada iki məsələ var idi. Nə idi iki məsələ? Deyək ki, Ruslar Qacarlara güləşdi getmək istəmirdilər. Çünki Ruslar Avropa müharibələrində də, Fransa ilə aparılan müharibələrdə də qalib gəlmişdi. Osmanlı ilə aparılan müharibələrdə də qalib gəlmişdi. Yəni, Rusiya bir növ hegemon dövlət olmuşdu artıq və Qacarlara güləşdi getmək istəmirdi. Qacarlar da burada İngilislərin Cənubi Qafqazda möhkəmlənməsini istəmirdi. Həmçində ki, Qacarlara dəstəkləyən İngiltərədə Rusların burada möhkəmlənməsini istəmirdi. Və bunun üçün də bunların maraqları toqquşacaqdır. Yermolov gəlir Qacar sarayına. Yermolov gələndə o Qacarlarla sülh və əməkdaşlıq haqqında, dostluq haqqında müqavilə imzalamaq tapşırılır. Lakin deyir ki, Aleksey Yermolov gələndə bu Aleksey Yermolovu qarşılayan Abbas Mirzə ona yeni yaradılmış qoşun növlərindən onu qarşılayır. Eyni zamanda İngilis zabitləri orada olurdu, İngilis səfiri orada olurdu və bir növ Ruslara göz dağı verirdilər. Rusların gözünü qorxutmaq istəyirdilər. Bundan sonra deyərik ki, İngiltərə Qacarları dəstəklərini daha da artırırdı. Eyni zamanda Qacarlara əlavə dəstək olaraq Osmanlı və Qacarlar arasında 1823-cü ildə bir-birinə kömək etmək haqqında müqavilədə bağlanmış olacaqdır. Ruslar bu dövrdə deyirik ki, Qacarlarla müharibə aparmaq istəmirdi. İki dənə səbəb vardı. Bir, Şimal Qafqaz xalqlarının, dağlıq xalqları hələ Ruslarla müharibəni davam etdirirdi. Yəni, Ruslar o ərazini tamamına tabi etmək istəyirdilər və həmçində ki, 1825-ci ildə Rusiyada dekabüslər üsyan baş vermişdi. Rusların başı ona qarışmışdı. 1817-ci ildə Aleksey Yermolov gələndə gördü ki, Qacarlar müharibəyə hazırlaşırlar və İran ərazisini, yəni Qacarlar ərazisini tərk etdi. Bundan sonra 1826-cı ildə Ruslar yenidən nümayəndə heyət göndərdilər. Bu nümayəndə heyətinə tapşırılır ki, əgər sülh müqaviləsi bağlanacaq, ticarət və dostluq müqaviləsi bağlanacaqsa, Qarabağ və Lənkəranın bir hissəsini Qacarlara verə bilərsiniz. Sadəcə Qarabağ və Lənkəranın bir hissəsini. Bunun testlərdə yazanda diqqətli olaq. Qarabağ və Lənkəranın hamısını vermirlər. Bir hissəsini verməyə razı olurlar. Daha sonra deyir ki, Qacarlar bunu rədd edirlər və nəticədə müharibəyə gəlib çıxarır. 2-ci Rus-Qacar müharibəsi 1826-28-ci ildə baş verilir. Bu müharibədə Qacarların əsas hücum hədəfləri Qarabağ və Gəncə olacaqdır. Eyni zamanda bu dövrdə deyir ki, Qacar ordusunda Gəncəli Cavad xanın oğlu Uğurlu xan, Bakılı Hüseynqulu xan və köhnə təbii ki, xanlar idi buna. Şamal xanı Mustafa xan burada iştirak edirdi. Rusiyaya qarşı bu dövrdə deyir ki, üsyanlar başlandı. Baxın, Rusiyaya qarşı üsyanların başlaması işğal olmuş ərazilərdir. 1-ci Rus-Qacar müharibəsinin əvvəlində də var idi. Qazax Borçalı ərazilərində, Carbalakan ərazisində Ruslara qarşı üsyan başlamışdı. Nə vaxt başlamışdı? 1804-13-cü il müharibənin əvvəlində, 1-ci Rus-Qacar müharibəsinin əvvəlində başlamışdı. Eyni zamanda deyərik ki, 2-ci Rus-Qacar müharibəsinin əvvəlində də Ruslara qarşı üsyanlar baş verdi. Bu üsyanlar Rusların işğal etdiyi bütün əraziləri əhatə edirdi. Yəni, Şimali Azərbaycanda Ruslar hansı ki, 1-ci Rus-Qacar müharibəsinə əsasən deyə bilərik ki, Naxçıvanla İrəvanı işğal etməmişdi. Digər bütün ərazilərdə Ruslara qarşı üsyanlar baş verdi. Bu üsyanlarda deyir ki, bu üsyanların əsas səbəbi nə idi? Qacarlara dəstək olmaq. Və Qacarlara dəstək olmaq üçün deyir ki, azad edilən ərazilərimiz var. Baxaq, hansı ərazilər azad edildi? Deyək ki, Gəncə azad edildi. Gəncə xanlığı azad edildi, Gəncə ərazisi. Buradan Rusların məmurları qovuldu.
Şəmşəddin azad edildi, Qarabağın mahalları azad edildi. Baxın, Qarabağın mahalları deyilir. Deyə bilməm ki, bütün Qarabağ azad edilmişdir. Buna diqqət edək. Testdə bütün Qarabağ düşsə, deyək ki, səhvdir. Amma Qarabağ mahalları deyək ki, bir də təşkil edilir. Azad edilən ərazilər Gəncə, Şəmşəddin və Qarabağ mahalları. Daha sonraki etapda deyək ki, Şəki, Şamaxı və Lənkəran xanlıqları azad edildi. Amma ümumiləşdirsək, bunlar azad olunur və burada yerli idarə etmə xanlıq idarə üsulu yaradıldı. Gəncə, Şəki, Şamaxı, Lənkəran. Baxın, bu dördü azad olmuşdur və burada yerli inzibati xanlıq idarə etmə üsulu yaradılmışdır. Bunları mütləq əzbərləyək. Yəni, bunlar düşə bilər xəritə formasında. Daha sonra dedik ki, Şəmşəddin geri alınmışdır, Pənbət geri alınmışdır və Şörəyə geri alınmışdır. 4 dənə xanlıqdır azad olunan ərazilərdən. Gəncə, dedik, Şəki, Şamaxı, Lənkəran. Daha sonra deyərik ki, Şəmşəddin, Qarabağın mahalları, Pənbək və Şörəyə geri alınmışdır. Bunları mütləq əzbərləyək. Daha sonra deyək ki, azad edilə bilməyən ərazilər. Şuşa. Deyək ki, Şuşanı Abbas Mirzə 48 gün mühasirədə saxlayıb. Bu, onun etdiyi taktika səhv idi. Ruslar Gürcüstana çoxlu ordu yığdılar. Daha sonra buradakı komandanlıqlarını birləşdirəcəklər və daha nizami formada Qazaların üzərində hücuma gedəcəklər. Burada vaxt itirdi. Daha sonra deyək ki, Bakını tuta bilmədilər və Qubanı tuta bilmədilər. Dərbənd qalasında yazıları tuta bilmədilər. Həmin dövrdə ümumiyyətlə Dərbənd Ruslara tabi edilmişdi və Ruslar tərəfindən ləğv edilmişdi. 1806-cı ildə yadımda salaq, 1-ci Rus-Qazan müharibəsinin gedişindəki o həmin dövrlərdə. Amma burada deyir ki, tabi edilə bilməyən ərazilər deyək hansısa Şuşa, Bakı və Quba və ərazilər tuta bilmədilər. Bundan sonra deyir ki, Yermalovun bu uğurlarına baxmayaraq, Yermalov burada bu dövrdə uğurlu mübarizə apardı. Onun yerinə Paskeviç gətirildi, baş komandan və bu dövrdə 4 dənə döyüş olacaq. Şəmkir və Gəncə döyüşləri. Şəmkir döyüşü deyək ki, Ruslar qalib gəlmişdi, Gəncə döyüşündə Ruslar qalib gəlmişdilər. Gəncə döyüşü digərlərindən fərqlənir. Deyək ki, Cənubi Qafqazda bu müharibənin taleyini həll edən döyüş olacaqdı, Gəncə döyüşü. Gəncə döyüşündə strateji üstünlük gələcəkdi Ruslara və xəyanət nəticəsində Gəncə döyüşündə Qazalar məğlub olmuşlar deyə bilərik. Eyni zamanda deyərik ki, bundan sonra Gəncə döyüşündə Abbas Mirzənin qoşunları məğlub oldu və Araz çayının sağ sahəsinə keçdilər, yəni Qacar tərəfinə keçdilər. Bundan sonra Ruslar hücumlarını 1827-ci ildə davam etdirirlər. Əsas hücum hədəfləri Naxçıvan, İrəvan ərazisini tutmaq idi və İrəvan ərazisini tutmaq istəyirdi Ruslar 1827-ci ildə. Bir dənə dayanaq və fikirləşək. Ruslar deyir ki, İrəvanı nə vaxt mühasirə almışlar? 1804-də. Bir də 1808-1809-cu illər mühasirə almışlar. Amma tuta bilməmişlər. İkisini də tuta bilməmişlər. Bu üçüncü İrəvanın mühasirəsidir deyə bilərik. 1827-ci ildə Cavanbulaq döyüşü baş verir. Bu döyüş Abbasabad qalası üzərində uğruna gedirdi. Abbasabad qalası deyək, çox strateji ərazidə yerləşirdi və Araz çayının üzərində yaxınlığında yerləşirdi. Burada bir strateji önəmi var idi. Və Cavanbulaq döyüşündə də Ruslar qalib gəldi. Daha sonra Abbasabad qalası tutulur. Bundan sonra isə 1827-də Sərdarabad qalasının döyüşündə Sərdarabad qalası tutulur. Bundan sonra Rus ordusu İrəvan qalasını tutur 1827-ci ildə və İrəvan da işğal olunmuş olur. 1827-ci ildə həm İrəvan, həm Naxçıvan işğal olunur 1827-də. Naxçıvan döyüşsüz, İrəvan döyüşlə, yadımıza saxlayaq. 1828-ci ildə Naxçıvan İrəvan xanlığı ləğv olunur və burada deyək ki, erməni idarəçisi yaradılır 1828-ci ildə. Ləğv olunur və erməni idarəçiliyi yaradılır. Eyni zamanda deyərik ki, burada 1840-a qədər erməni idarəçiliyi olacaqdır. Rus-Qacar müharibəsi 1827-də bitmir. Qacarlar deyək ki, məğlub olurlar, artıq məğlub olmuşlar onsuz da. Bundan sonra Ruslar Qacarlar üzrə hücumlara davam etdilər. Cənubi Azərbaycana hücum etdilər. Marko Xoy, Mələt Təbrizi tuturlar 1827-də. Bundan sonra bunların aylarla öyrənməyə ehtiyac yoxdur. Sadəcə döyüşləri əzbərləyəndə xronoloji ardıcıllıqla əzbərləyir. Məsələn, bilək ki, birinci baş vermişdir Cavanbulaq döyüşü, sonra Sərdarabad döyüşü, sonra bunlar Cənubi Azərbaycana gedirlər. Onsuz da Şimali Azərbaycandan gəldilər də Ruslar. Şimali Azərbaycandan sonra Cənubi Azərbaycana keçirlər. Deyək ki, Marko Xoy, Mələt Təbrizi tuturlar 1827-də. Təbrizdən müvəqqəti idarə yaradılır. Müvəqqəti idarə yaradılmışdır. Bundan əvvəl deyək ki, Şəkidə, bir də Təbrizdə yaradılmış olacaqdır. Daha sonra davam etsə, bir də Carbakirdə deyək ki, 1830-cu ildə müvəqqəti idarə yaradılmışdır. 3 ərazini deyirik. Bundan sonra 1828-ci ildə Ərdəbil və Urmiyanı tuturlar.
Daha sonra isə sülh danışıqları bərpa olunur ingilislər vasitəsilə və Türkmənçay müqaviləsi bağlanacaqdır. Burada gəlir nəyə? Əsas məsələlərdən birinə. Bir də incə xırda detalımız var burada. Deyirik ki, 1-ci Rus-Qacar müharibəsində Qacarlar məğlub olurlar, amma Ruslar Cənubi Azərbaycanın hansı şəhərini tuta bilmirdilər, tutmurdular. Amma 2-ci Rus-Qacar müharibəsində Ruslar Cənubi Azərbaycanı deyirik ki, Makul, Xoy, Mərət, Təbrizi tuturlar 1827-də, 28-də Ərdəbil və Urmiyanı tutmuş olurlar. Bunu yadımıza saxlayaq. Amma 1-ci Rus-Qacar müharibəsində bundan danışmırıq. Türkmənçay müqaviləsi deyək 1828-də imzalanmışdır. Azərbaycanın şimalı verilirdi Ruslara, Qacarlar bunu tanıyırdılar. Yəni, Naxçıvan, İrəvan daxil olmaqla Şimali Azərbaycan torpaqları verilirdi Ruslara. Amma 1-ci Rus-Qacar müharibəsinin nəticəsində Gürcüstanda nə idi? Naxçıvan, İrəvan Qacarlarda qalmışdı. Davam edək. Deyək ki, Xəzər dənizinin Rusiyanın daxili dənizi olmasını Qacarlar tanıyırlar ki, Xəzər dənizi həqiqətən Rusiyanın daxili dənizidir. Və Rusiyanın Xəzər dənizində donanma saxlamaq hüququ verilir Ruslara deyirik. Yəni, hər iki müqavilədə Rusların əlində qaldı Xəzər dənizi. Orada donanma saxlamaq hüququ deyə bilərik. Eyni zamanda burada köçürmə ilə bağlı, əhalinin köç etməsinə bağlı maddə var. Deyir ki, Qacardan əhalinin Şimali Azərbaycan köç etməlidir və burada Türkmənçay müqaviləsinə əsasən 90 min erməni Cənubi Azərbaycandan Şimali Azərbaycandan məskunlaşdırılmışdır deyə bilərik. Bundan sonra təzminat verməlidir Qacarlar. Qacarlar təzminat verənə qədər Rus ordusu Urmiya, Ərdəbil ərazisində qalacaqdır. Qacarlar təzminat verib qutarandan sonra Cənubi Azərbaycandan Rus ordusu çıxacaq. Daha sonra konsullar, diplomatik korpuslar yaradılırdı. Hər biri bir-birinin ərazisində konsul və diplomatik korpuslar yaradılırdı, əlaqələri inkişaf etdirmək üçün. Bundan əlavə deyək ki, Rus tacirlərinə Qacar arasında imtiyazlar verilirdi. Daha sonra orada nə var? Orada var Ədirnə müqaviləsi. Ədirnə müqaviləsi biz ümumi tarixdən keçirik ki, Azərbaycan tarixinə əsas bizə lazım olan hissəsi odur ki, oradan da Ədirnə müqaviləsinə əsasən ermənilərin Azərbaycan arasında köçü rəsmiləşdirildi. Burada iki dənə müqavilə, bir Türkmənçay müqaviləsi, bir Ədirnə müqaviləsində ermənilərin Azərbaycan arasında köçürülməsi baş tuturdu.